Yine problem davranışlardan danışacağıq ki, hansı ki problem davranışlar həm mütəxəssisləri, həm valideynləri, yəni hər kəsi düşündürən məsələlərdən biridir. İlk öncə bunu da vurğulamaq istəyirəm ki, demək ki, birlikdə böyüyürük. Valideyn silsilə görüşünün 3-cü hissəsidir ki, biz sizinlə aparırıq. Təşəkkür edirik ilk öncə bu yolu gəldiyinizə görə. Ümumiyyətlə qeyd etmək istədim ki, bu videolar həm hər ikimizin Instagram hesabında, həm də YouTube hesabdan sabitlənəcək və müxtəlif özümüzə məxsus sosial mediadan linklər də, yəni ünvanlanacaq. Ümumiyyətlə bu düşünürəm ki, belə bir videoların paylaşılması, hazırlanması faydalıdır zamanla. Yəni hal-hazırda övladı olmayanlar bu haqda maraqlanmaqda o qədər də necə deyim, maraqlı olmaya bilər. Amma zamanla bu mövzuda hər kəsin düşündürücü səbəblərindən biridir. Hətta biz daha çox müraciət alırdıq məktəb müəllimlərindən uşaqların problem davranışlarına görə ki, yəni biz necə müdaxiləməliyik, hansı texnikalar var, yəni öz övladları olmasa belə vaxtda tərbiyəçi müəllimləri qeyd edə bilərik. Məsələn, mən burada bir giriş eləmək istəyirəm. Son zamanlar daha çox biz eşidirik problem davranış və davranış pozuntusu. Bunu ikisini ayırmaq istəyirdim. Çünki ikisi tamamilə fərqli bir məsələlərdir. Problem davranışlar demək olar ki, normal olan davranışlardır ki, hər bir uşağın inkişafında görülmə ehtimalı yüksəkdir. Bu qısa müddətlidir və ya problem davranış müdaxiləsi üçün doğru bir texnika istəyir. Tutarlılıq istəyir, bilgili valideyn istəyir əslində problem davranışın. Ancaq davranış pozuntusu isə psixi pozuntular fonudur. Məsələn, bir diaqnozdur. Amma problem davranış diaqnoz deyil. Sadəcə bu bir əlamətdir. Sizinlə bir əlamətdir. Bunun ikisində belə bir demək ki, ayır eləmək istədim problem davranışlar haqqında. Ümumiyyətlə, Gülay xanım, sizin problem davranışlar sizə görə nələrdir? Sadə dildə siz bunu necə izah eləyərdiniz? Mənə görə problemli davranış uşağın dillə ifadə edə bilmədiyi ehtiyaclarını ödəməsi üçün əl atdığı vasitələrdir ki, onun müəyyən ehtiyacları var, emosional ola bilər, hansısa düşüncəsi ilə bağlı ola bilər. Onu o ifadə edə bilmir və yaxud düzgün ifadə edə bilmir və yaxud hansısa bir hissi yaşamağa ehtiyacı var, diqqət olsun və s. olsun və bunu yaşaya bilmədiyi anda necə kommunikasiya edeyim? Hansısa bir hərəkətlə. Və bu hərəkəti də ya bilmir, sadəcə olaraq belə də həyata keçirdir və yaxud da ki, kimdəsə görüb, çox vaxtı da bu biz böyüklərdə olur, özümüzdə bilmədən hansı davranışları göstərik, onu hansısa tərzdə, özünə məxsus tərzdə göstərir. Bəli, bəli. Həqiqətən də ümumiyyətlə indiyənə qədər 4 tip bir problem davranış göstərilir ki, bunlardan biri diqqəti çəkmək üçün olan bir problem davranışlardır. Ya əşya və yaxud da ki, hər hansı bir fəaliyyət əldə etmək üçün olan problem davranış, duysal stimul üçün edilən problem davranış, bir də qatılmaq üçün olan problem davranışdır. Yəni bunu bir izləyicilərimizə izah etmək üçün qeyd etmək istəyərdim ki, diqqəti özlərini çəkmək üçün ətrafdakı insanları, yalnız onları qəzəbləndirərək, qəzəbləndirmək də bir diqqət çəkməkdir ki, əsasən bu istiqamətdə istifadə olunur. Əşya, istədiyi məsələn marketdə olsun və yaxud da ki, başqa bir evdə olsun, fəaliyyət deyəndə, yəni parka getmək fəaliyyətini əldə etmək üçün olunan problem davranış ki, uşağın ağlama krizləri ilə israrlı şəkildə yəni istəyini həyata keçirməsidir. Duysal stimulu əldə etmək üçün əsasən biz bunu neyrodivergent uşaqlarda daha çox görürük. Əlindən qulaqlarını tutması və s. Əlini ağzına salması, masturbasiya kimi davranışları biz bunu da göstərə bilərik uşaqlardan. Və eyni zamanda 4-cü tipdə qaçınmaq üçün, hər hansı bir fəaliyyətdən qaçınmaq üçün, məsələn, yatmaq istəmir, yemək yemək istəmir, bu rutinlərdən qaçınmaq üçün, dərsə getmək istəmir, məktəbə getmək istəmir, etdiyi davranışlardır ki, və bir şey qeyd edeyim ki, elə bir valideyn yoxdur ki, bu problem davranışı göstərmir, yəni övladı bu problemin davranışa sahib olmasın. Yəni yer üzrə elə bir uşaq yoxdur. Çünki uşaqlar, bunu yarama səbəbləri əslində budur ki, uşaq doğulduğu andan etibarən öz istəyini, ehtiyacını ağlayaraq əldə edilir.
Yəni ağlayaraq ac olduğunu, ağlayaraq altının təmiz olmadığını qeyd edir və bu ehtiyacı ödənməsi üçün ağlama davranışlarını özündə qazandırır və uşaq öyrənir ki, ağlayaraq hər şeyi idarə edə bilir və artıq gələcək zamanlarda da ağlama davranışları ilə əldə etmə, diqqət üzərinə çəkmə kimi davranışları özünə mənimsəyir. Sadəcə valideynin hər dəfəsində fərqli reaksiyalar verməsi uşaqda müəyyən öyrənməyə səbəb olur əslində. Və sizə görə həyatınızda, fəaliyyətinizdə, ilk problemli övladınızla münasibətinizdə daha doğrusu qeyd edin ki, ilk problemli davranışla nə zaman qarşılaşdınız, onda reaksiyanız necə oldu? Yəni bunu necə hiss etdiniz ki, bu məhz problemli davranışdır? Müəyyən məsələlər tez-tez artıq təkrar olmağa başlayanda, məsəl üçün, nəyisə etmək istəmirik, bunun əvəzinə nəyisə atırıq və yaxud nəyisə etmək istəyirik, amma ana ona icazə vermir, bunun əvəzinə nəyisə atırıq və yaxud ağlamağa başlayırıq. Əldə etmək üçün, bəli. Əldə etmək üçün və yaxud ora getmək olmaz və yaxud gəl buradan çıxaq, bunu almayaq bu dəfə, dartmaq, bu kimi hərəkətləri görəndə təbii ki, birinci verdiyim özümə sual, mən harada səhv elədim, neyi səhv eləmişim? Yenə də o insan özünə dönür, baxır da. Mən neyi düzgün izah eləməmişim. Sonra elədiyim ən böyük, mənə görə səhvlərdən biri o idi ki, bəzən problemli davranışları məhz diaqnozumuzla bağlayırdım. Bu da əslində uşağa kömək eləmək deyil. Yəni, çünki problemli davranışın düzgün şəkildə üzərinə gedəndə onu korreksiya eləmək olur. Nə qədər tez üstünə gediriksə, bir o qədər tez korreksiya edə bilirik. Çünki sonra onun içinə çevrilir və həyat tərzinə çevrilir və onu düzəltmək çox vaxtımızı ala bilər. Yəni ki, bu inanılmaz dərəcədə çox vaxtımızı ala bilər. Bəzən də olur ki, həqiqətən belə deyək, diaqnozumuzla bağlı olan həssaslıqdan və yaxud nədənsə irəli gələn problemli davranışdır. Mən artıq onu digər tərəfə siz deyirsiniz, davranış pozuntusuna görə narahat idim deyə mən ona bağlayırdım və həddindən artıq çox düşürdüm. Oğlumun üstündəki həddindən artıq çox düşürdüm. Yəni o ilk zamanlar belə çelişkidə qalırdım ki, görəsən düzmə etdim və s. Və müəyyən məsələlər olurdu, o tutarlılıq və s. O tutarlılığı bəzən valideyn göstərə bilmir. Mən də göstərə bilməmişəm zamanında ki, bir nəyisə edirik, bunu edəndən sonra bunu qazanacaqsan və yaxud etsən qazanmayacaqsan, bunu itirəcəksən. Bu hər zaman olmayanda uşaq da ondan çox yaxşı manipulyasiya eləməyə başlayır belə. Qəşəng çıxışlar tapmağa başlayır və fərqi yoxdur. Uşağımız autistikdir, tipikdir, atipikdir, yəni onun heç bir fərqi yoxdur. Biz böyüklər manipulyasiya edə bilirik. Uşaqlar bizdən daha yaxşı manipulyasiya edə bilirlər. Sizin dediyiniz kimi ağlamaqla başlayırlar və artıq bir həyat boyu fərqli formalarda özünü göstərir. Həqiqətən də belədir. Biz məhz buna görə də bəzən biz eşidirik ki, yəni müraciət olunur ki, övladın problem davranışları var və biz əslində analiz eləyəndə situasiyaları, davranışları, altında yatan səbəb və məqsədləri, funksiyalarını, davranışların funksiyalarını analiz eləyəndə görürük ki, heç problem davranış deyil. Belə bir giriş də etmək istəyərdim. Valideynin xoşuna gəlməyən davranış varsa, bu bütün davranışlar problemli davranış deyil. Problemli davranış ola bilməsi üçün ilk öncə yəni bunu verdiyi kateqoriyalar var ki, uşağın sosiallaşması əngəlləyən, öyrənməsinə əngəlləyən, uşağın malik olduğu bacarıqlarını, fəaliyyəti göstərməsinə şərait yaratmayan, yeni bacarıqlar əldə etməsi əngəlləyən və eyni zamanda zərər vermən, əşya və insana, yəni özünə və ya da ətrafına zərər vermə ilə gedən bütün davranışlar problemli davranış kateqoriyasına daxildir. Yəni ora biz getmirik ki, cəmiyyətin xoşuna gəlir, cəmiyyətin xoşuna gəlmir, özümün xoşuna gəlir, özümün xoşuna gəlmir. Bu kimi deyil. Əslində qalırsa problemli davranış nə qədər ki biz dedik ki, bu diaqnostik səbəblə meyar olmasa belə, şəxsin, yəni uşağın özünün, eyni zamanda ailənin də həyat keyfiyyətini çox aşağı salır. Ciddi şəkildə, məsələn, valideyn ya parka getməkdən imtina edir, restoranda, kafeyə yemək yeməyə getməkdən imtina edir, qonaq getməyə, qonaq qəbul etməyə ciddi şəkildə də yəni bu təsir göstərə bilir. Bəs sizə görə bu övladınızda olan problemli davranışın altında yatan səbəblər var ki, biz müdaxilə etmək istəyiriksə, məsələn, davranışın özünü bilməliyik. Bu altında yatan hər hansısa bir bu ehtiyaclar deyəkmi, demək ki, duyğusal, demək ki,
duyğular deyə bilərik ki, yəni siz bunu necə dəyərləndirirsiniz? Sizə görə onun altında yatan səbəblər nələr ola bilər? Bəzən əvvəl dediyim kimi çox qarışıq salırdımsa, sonra birlikdə öyrənirik, birlikdə də böyüyürük. Sonradan bunları oxumağa başladım. Yorğunluq ola bilir. Məsəl üçün, zaman-zaman müəyyən məsələlər mən artıq bilirəm ki, Məhəmməd bu hərəkəti edirsə və ya bu davranışı göstərirsə, o deməli çox yorulub ki, bunu edir. Çünki müşahidə aparmışam, görmüşəm ki, bundandır. Bəzən yorğunluq ola bilir, bəzən hansısa özünün həssas durumları ola bilir, emosional yaddaşında nəsə yada düşür, onu ilə bağlı ola bilir. Bəzən özünün həqiqətən durumu ilə bağlı ola bilir ki, məsəl üçün, Məhəmməd hər nə qədər də indi göz təmasını daha yaxşı qurursa və s. amma ona qarşı həssasdır. Biri daha çox onun gözünə baxarsa və özü də həmin vaxtda nəyəsə görə narahat olarsa, içində narahatçılıq olarsa, məsəl üçün, kitabı da götürər, atar yerə. Və bu da daha çox hamının diqqətini ona cəlb eləməli olur. Sadəcə olaraq onu anlamağı öyrəndim. Bəzən isə sadəcə olaraq mən səni eşidirəm sözünü eşitmək istəyir uşaq və ya mən səni başa düşürəm sözünü eşitmək istəyir uşaq. Məsələn, biz bu günləri bir yerə getmişdik. Orada da Məhəmməd mənə demişdi ki, nəsə olsa yeni bir oyuncaq alarıqmı? Ona mən məlumat vermişdim ki, əgər olsa, yaxşı bir oyuncaq olarsa, xoşuma gələrsə, alarıq. Təbii ki, onun müəyyən bir ümidləri var idi. O ümidlərlə getdi. Orada xoşuna gələn oyuncaq olmadı və orada çox məyus oldu və ağladı. Ağlayanda, amma nə dedi? Gəl məni qucaqla. Mən onu qucaqladım. O 1-2 dəqiqə ağladı. Biz ikimiz də sakit, amma ictimai yer idi getdiyimiz yer. 2 dəqiqə sakitləşdi. Daha sonradan artıq fəaliyyətimizə davam eləməyə başladıq. Təbii ki, oradan çıxandan sonra bütün yolu Məhəmməd dedi, ax, mən oyuncaq istəyirdim. Mən də ona səbirlə başa salıram. Burada mən nəyi gördüm? O ümidlənir və məyus olur. Məyusluq hissi ilə tanış olur artıq Məhəmməd. Bu fərqli bir hissdir. İnsan bir şey gözləyir, beynində planlar qurur və indi görür ki, alınmadı. Necə məyusluq hissini hələ ki necə bildirməyi bilmədiyinə görə ağlamaqla başlayır. Evə gələndən sonra dedim ki, Məhəmməd, mən səni başa düşürəm. Baxın, o başa düşürəm sözü uşaqlarda da çox sehirli sözdür, böyüklərdə də çox sehirli sözdür. Çox vaxt kommunikasiyamızın, hətta böyüklərlə düzgün getməməsinin səbəbi mən səni eşidirəm, mən səni başa düşürəm. O sözünü deməməyimiz olur. Mən də o taktikadan istifadə elədim. Məhəmməd, mən səni başa düşürəm. Sən istəyirdin ki, orada oyuncaq olsun, amma olmadı. Bizim başqa nə kimi alternativ? Nə edə bilərik başqa? Sabah falan yerə gedəndə, onda orada bir dükan var, ora baxarıq. Dedim, sabah baxarıq. Yəni, əlavə bir alternativ verdim. Və bununla da məsələni həll eləmiş olduq. Ona lazım idi ki, mən ona deyim ki, mən səni başa düşürəm. Amma buna da qədər gəlmək biraz təbii ki, zaman aldı məndə. İndi bunu mən daha rahat edə bilirəm. Bir il öncə bu qədər rahat edə bilmirdim. Çünki valideyn də eyni zamanda övladı ilə demək ki, öyrənir. Ona görə də problem davranışlarla müdaxilə edərkən biz yalnız uşağa fokuslanmırıq. Bizim fokuslandığımız ailə eğitimidir. Yəni uşağa məruz qaldığı demək ki, yaşadığı ailədə, ailə fərdlərində birlikdə eğitim olması, yeni bir şeylər öyrənməsi çox vacibdir ki, bu davranışların dəyişilməsi bununla bağlıdır. Eyni zamanda orada çox gözəl vurguladınız ki, hər hansısa bir problem, uşağın malik olduğu problem davranışının altında yatan səbəblər var ki, bu hər hansısa bir ehtiyacın qarşılanması ola bilər və yaxud da ki, yəni ehtiyac deyəndə biz eyni zamanda təməl ehtiyaclardan söhbət getmir. Yəni az öncə sadaladığımız kimi diqqəti məqsədlərdən diqqəti əldə etmək üçün və fəaliyyətlərdən qaçırmaq üçün və yaxud da ki, malik olma əşyaya və yaxud da ki, nəsələrə sahib olmaq üçün və yaxud da duygusal stimulyasiya ola bilər. Bir də var ki, duygusal ana ola bilər. Bu zaman bizim verdiyimiz reaksiyalar tamamilə fərqli olmalıdır. Az öncə də sadaladığımız kimi, məsələn, ilk öncə onun o, demək ki, övladınızın oyuncaq yerində məyus olduğunu və s. ağladığı halda sən nəyə görə ağlayırsan, ağlamağı dayandır deməyiniz, onu başa düşməməyinizdir ki, bu problem davranışın daha da artmasına səbəb ola bilir. Amma səni başa düşürən və övladınız verbal formada qeyd edir ki, məni qucaqla. Bu artıq bir ehtiyacın qarşılanmasıdır ki, problem davranışın ümumiyyətlə yaranmasının qarşısını ala bilir. Bu onu göstərir ki, bizim reaksiyamız hər şeyi ölçə bilir. Amma yine bir diferensial bir, necə deyim,
müqayisə eləyəyim bunu. İlk öncə və indiki hallarda sizin verdiyiniz problem davranışlara qarşı bir reaksiyanız arasında nə qədər fərq var? Qeyd elədiniz ki, bir il qədər bu reaksiyalar arasında fərq var. Yəni indi bunun bərabər müqayisə edəyin. Çox fərq var. Məsələn, elə bax bu misal deyim. Bu bir il öncə olsaydı, deyəcəkdi Məhəmməd ağlama. Axı biz səninlə bunu danışmışdıq. Biz əvvəlcə danışdırmışdıq ki, olsa alınacaq və s. Uzun-uzun cümlələr quracaqdım. O da tamamilə belə deyək də, bütün emosional sistemi, bütün anlayışı və s. bağlanacaqdı. O sizin dediyiniz bir söz var ki, mən onu hər dəfə özümə deyirəm ki, o üzməyən adam batanda onu üzməyə öyrədə bilmərik. Öncə onu boğulmaqdan xilas eləməliyik, daha sonra onu üzməyə öyrədə bilərik. Həmin anda bu hansı vəziyyətdədir? Yəni onu anlamaq zaman alır. Əvvəl olsaydı mən deyərdim ki, sakit ol, eləmə, dur, eşidirsən. Daha yüksək tonlarla deyərdi. Üzümdəki mimikada daha sərt ola bilərdi. İndi demirəm ki, dörd dörtlük hər şey %100 həmişə olur. Yox. Çünki biz də insanıq, bizim də emosional gərgin anlarımız olur təbii ki. Amma əvvəlkilərə baxanda mən indi daha çox özümə dur deyirəm ki, nə istəyir, niyə belə elədi? Bir neçə saniyə sakit dayanıram, sadəcə olaraq üzünə baxıram həmin anda. Bəzən elə o ilə də məsələ həll olunur. Çünki emosiyasız baxanda görür ki, sadəcə olaraq baxıram, amma göz təması qururuq. Həmin anda o çox da böyük bir məsələ deyilsə, diqqəti cəlb eləmək üçündürsə və yaxud nədəsə qaçınmaq üçündürsə, sakitləşir. Çox tez sakitləşir. Yox, əgər fərqli bir məsələdirsə, artıq ya deyəcək ki, bugünkü kimi gəl məni qucaqla, ya deyəcək ki, mənim gözümə baxma. Artıq Məhəmməd axı verballaşdırır, narahatçılıqlarını seçəndə qeyd edilir. Ona görə bir-birimizi də daha yaxşı anlamağa başlayırıq. Həqiqətən də orada doğru qeyd edirsiniz. Mən son zamanlarda uzun müddətdir ki, sosial mediada bu istiqamətdə yanlış bir demək ki, müdaxilə texnikalarını görməkdəyəm. Və mən istəyirəm ki, buna bir giriş edin. Bir mütəxəssis olaraqdan, bəlkə yəni gələcəkdə izləyəcək şəxslər belə buna yararlana bilərlər. Demək, ilk öncə müdaxilə etməzdən öncə problem davranış nədirsə, onu eləməliyik ki, bu uşağımın etdiyi davranış problem davranışdırma. Bunun üçün sual veririk ki, bu davranış uşağın öyrənməsinə əngəl olurmu? Sosiallaşmasına əngəl olurmu? Zərərverməyə gedirmi? Yəni, bu əgər gedirsə, bəli, bunlar problemli davranışdır. Problemli davranışın altında yatan səbəblərə getməliyik. Yəni, diqqəti özlərini çəkmək üçündürmü? Duyusal stimulyasiya əldə etmək üçündürmü? Əşya əldə etmək üçündürmü? Və yaxud da ki, ümumiyyətlə, hər hansı bir fəaliyyətin yayılmaq üçündürmü? Bu məqsəddə gəlirik. Bunun altında ehtiyaclardan əlavə, bundan əlavə bir də duyğusal ola bilərmi? Məsələn, bir uşağın duyğusal bir fonda problem davranış sərgiləyirsə, biz diqqət əldə etmək istəyən uşağın göstərdiyi problemli davranışına eyni tərzdə müdaxilə edə bilmərik. Çünki bu ciddi şəkildə necə qeyd edeyim, yanlış bir məsələdir və bu problem davranışın daha da artması səbəb ola bilər. Məsələn, gəlin bunu, əgər bir uşağın qucaqlanmasına ehtiyac varsa, bunun altında duyğusal bir məsələ var və biz uşağı ignor edə bilmərik, ehtiyacın ödənilməməsidir. Yox, əgər əşya əldə etmək üçündürsə və yaxud da ki, hər hansı bir fəaliyyətdə yayılmaq üçündürsə, burada bayaqdan sizin qeyd elədiyiniz o neytral fona gəlmək, ignor eləmək. İgnor eləmək bir məsələ var, bunun altında da demək ki, necə deyim, mərhələləri var. İgnor eləmək, uşağı görməzdən gəlmək deyil. Uşağı görməkdir, uşağın yanında olmaqdır, uşağı dəstəkləməkdir, uşağı tərk eləmək və yaxud da ki, özünüzdən uzaqlaşdırmaq deyil. Bu, özlü valideynin öyrənməsi vacib olan bir bacarıqdır ki, ignor eləmək. Duyğusal, sima olaraq, yəni mimika olaraq və səs tonu olaraq neytral olmasıdır. Çünki biz uşağa öyrətməliyik ki, sən ağlayaraq belə, sən ağlamağın nə məni qəzəbləndirmir, nə də məni xoşbəxt etmir. Və ağlayaraq da bu şeyi əldə edə bilməyəcəksən. Mən səni tərk eləmirəm, sənin yanındayım. Hətta sakitləşmək üçün mən sənə kömək edə bilərəm. Ancaq təsəvvür edin ki, uşaq ağlayır və biz də buna qəzəblənəndə uşaq zaten istəyinə nail olur. Çünki uşağın istəyinə nail olması diqqəti cəlb eləməkdir. İnsanın da qəzəblənməsi, qarşı tərəfin qəzəblənməsi zaten diqqəti cəlb eləməkdir.
Və uşaq əgər bunu öyrənirsə, daha da bunu davam etdirir. Amma neytral səs tonu, neytral simadır, artıq uşağın məqsədinə çatmamasıdır ki, bu zamanla da problem davranışa sönməsinə gəlib çıxara bilir. Məsəl üçün, uşaq oyuncaq yerindədir və oyuncaq əldə etmək üçün, hansı ki ona deyilmir öncədən ki, oyuncaq alınacaq və s. Və yaxud da ki, verilən qiymətdən də daha bir bahalı bir oyuncaq olarsa, və başlayır o oyuncağa sahib olmaq üçün onlar ağlamaq krizləri və s. Əgər valideyn desək ki, cəmaatdan ayırtdır, kənardan ayırtdır, çox səs-küy oldu. Çünki valideyn özünü günahlandırması burada günahlandırmasıdır əslində bu müdaxilə texnikasının gecikmələrindən səbəbi. Çünki deyər ki, mən kimləri narahat edirəm. Ancaq bunu düşünməmək lazımdır. Bu uşağın öyrənməsi lazım olan bir prosedur kimi baxmaq lazımdır. Onu orada almamaq, ağladığı halda da ağlamamaq, sakitləşməsi üçün zəmin yaratmaq, kömək eləmək və həqiqətən də dediyinizin üzərində qətiyyətliyinizi irəliyə sürdürməkdir. Bu bir gün, 2 gün sizin üçün çətin ola bilər, ətraf üçün çətin ola bilər, amma zamanla siz bunun azalmasını da müşahidə edəcəksiniz. Ya isteklərini alaraq bu problem davranışın artmasına səbəb olacaq, ya da ki, ümumiyyətlə siz qətiyyətli olmaqla problemin davranışın sönməsinə gətirib çıxaracaq və uşaq burada nə öyrənir? Mən özümü etsən də, nə qədər sürətli ağlasam da, nə qədər möhkəm ağlasam da, zaten ona sahib ola bilməyəcəm. Və uşaqların daha çox demək, ağlayaraq deyil, məsələn, bir nəsə istəyir və ağlayaraq, məsələn, televizorun açılması, cizgi film falan istəyirsə, bir zaman ağladığı zaman deyil, sakit olduğu zaman açdığını halda, uşaq sakit olduğu halda belə nəyilərisə əldə edə bilərəm bacarığını əslində öyrənir, özündə formalaşdırır. Bu həqiqətən də çox önəmlidir. Mənim indi sizə başqa bir sualım var, Güney xanım. Ümumiyyətlə, cəmiyyətimiz uşaqlardan gözləntiləri tamamilə fərqlidir. Cəmiyyətimiz nə istəyir? Sakit uşaq, ağıllı uşaq, belə baxan uşaq, hərəkətsiz uşaq. Həqiqətən də, çünki yəni bəzən biz uşağın və uşaqlığına olduğunu unuduruq. Yəni, cəmiyyətin gözləntilərindən biri budur. Ümumiyyətlə, bu gözləntilərə görə bu problemin davranışları eyni zamanda cəmiyyətə xoş qarşılanmır. Bəli. Siz bununla bağlı hər hansısa bir demək ki, təcrübə yaşamısınızmı? Hər hansı bir səs olanda və yaxud nəsə də qışqırıq olanda, nəsə olanda, təbii ki, bütün gözlər adamın üstündə olur. İlk vaxtlar mən özüm çox pis olur. Mən içəridə özüm bir istilik məni basırdı, bir tər gəlirdi və s. Təbii ki, mən fikirləşirdim ki, güya üzdə neytralam, uşağım bunu hiss eləmir. Sonra zaman-zaman anladım ki, mənim keçirdiyim o təşvişi mənim oğlum da hiss eləyir və mənim təşvişim son nəticədə ona keçir. Biz keçən dəfəki görüşlərdə də deyirdik də ki, biz nə qədər sakit qala biliriksə, bu bizim uşağımızı da sirayət edir. Təbii ki, mən demirəm ki, uşaq hər şey eləməlidir və davamlı olaraq bu davam eləməlidir və biz buna göz yummalıyıq. Yox. O müəyyən düzəldici müdaxilələr vaxtında edilməlidir. Onun taktikaları var. İndi yəqin ki, biz müəyyən o alətlərdən də burada da məlumat verəcəyik. Amma başqaları nə dedi, başqaları baxdı və s. İndi o məsələlərə o qədər də fikir verməməyə çalışıram. Çünki sizin dediyiniz kimi önəmli olan uşağın düzgün yolda olmasıdır və əgər heç kimə mənfi bir fiziki cəhətdən ziyan vurmursa və s. Emosiyasını necəsə bildirirsə, mən onun səviyyəsinə enirəm, otururam aşağı, onu izah edirəm. Lazımdırsa 100 dəfə izah edirəm. Ətrafdakılar baxırlar və s. Amma o artıq onu görməzdən gəlməyə çalışıram. Maksimum çalışıram. Məsələn, yaxşı şeylər də olur. Onda da insanlar baxır. İnsanlar onsuz da baxır. Məhəmməd mənə deyir ki, bəzən əzizləmək üçün deyir, ana xanım, belə bir müraciət edir. Mən də deyirəm, bəli Məhəmməd bəy, xoşuna gəlir. Məsələn, haradasa gezəndə, ictimai yerdə bəzən çönür, deyir, ana xanım və bunu yüksək səslə deyir. Və mən həmin anda görürəm ki, gözləri çönür, baxır ki, bu uşaq ana xanım, görəsən bunun adıdırmı, yoxsa anasına mı ana xanım deyir. Nəyə görə? O sualları da görürəm insanların gözündə. Mən də ona deyirəm, haycan Məhəmməd bəy. Sonra qucaqlaşırıq küçənin ortasında, bir-birimizi öpürük. Baxıb da, ay nə yaxşı deyənlər də olur. Belə qəribə-qəribə baxanlar da olur ki, bu olacaq. Yaxşı da olanda baxacaqlar, mənfi də olanda baxacaqlar. Orada mənim üçün önəmli olan uşaqla mənim doğru bağımın yaranması və onun problemli davranışlarını davam edərək sonradan davamlı şəkildə davranış pozuntusuna keçməməsidir. Çünki bunlar təkrarlanarsa, rutinə keçərsə,
sonradan onu mən geri addım ata bilməyəcəm də. Yəni o Mhm. dönülməz, çıxılmaz bir yola gedib Bəli. çıxacaq. Az öncə də qeyd etdiyim kimi, hər bir problemli davranış uşağın öyrənməsi üçün, yəni hər bir uşaq həyatında yaşadığı normal bir prosedurdur. Sadəcə varlığı deyil, uzun müddət davam etməsidir problem. Və bir problemli davranış söndürüldükdən sonra, yəni bu da doğum anında və dərhal edilmiş doğum müdaxilədən söhbət gedir. Müdaxilədən sonra əgər bu söndürülərsə, bu demək deyil ki, bir daha da siz problemli davranışlarla rastlaşmayacaqsınız və gələcək zamanda təbii ki, rastınıza gələcək. Çünki öyrənmə modellərindən biri budur əslində və bu belə hallarda problemli davranış zamanı atacağınız ilk adım sizin nə olmalıdır, nə olacaqdır. Yəni siz özünüzü necə hazırlamısınız və ya hazırlamalısınız. Çünki sizin təcrübələriniz də lazımdır başqa valideynlər üçün. Mənim əslində təcrübəm bir də anamın təcrübəsinə dayanır. Məsələn, indi müəyyən məsələlər var ki, deyilən sözlər, o tutarlı olmaq, məsələlərdə tutarlı olmaq, müəyyən hərəkətin və yaxud hərəkətsizliyində etdiyimiz hansı işin müqabilində biz nəyisə itiririksə, məsəl üçün biz elə böyümüşük, biz nəyisə qazanırıq və yaxud nəyisə itiririksə, bu bir dəfə itirərəm, bir dəfə yarım itirərəm, bir dəfə bəlkə də göz yumular kimi olmur. Eyni qaydada gedir. Yəni o tutarlılıq deyir sizə, eyni davranış sərgilənir. Və yaxud da bayaqları siz çox yaxşı bir məsələni vurğuladınız ki, sakit olanda televizor açacağam. Ağlayanda yox, sakit olanda televizor açacağam. Bir neçə müddət əvvəl Məhəmmədin biraz belə təşvişli emosional vaxtları idi, ağlayırdı və s. və müəyyən bir etdiyi hərəkətə görə müəyyən bir belə deyək də nəyisə itirmişdi. Və o çox ağlayırdı. Çox emosional idi. Həmin anda anam müdaxilə elədi. Anam dedi ki, Məhəmməd, onu əldə eləyəcəksən, amma nə vaxt sakitləşəndən sonra? Sən bir sakitləş, 5 dəqiqə otur, düşün. Ondan sonra sakit olandan sonra ana da görəcək ki, əslində məsələn telefonu sənə verə bilər. Həmin anda telefonu almışdım onu. Telefonu sənə verə bilər. O da oturdu, sakitləşdi. 5 dəqiqə də keçdi. 5 dəqiqədən sonra heç özü gəlmədi, oturmuşdu. Apardım telefonu verdim və sakit oturduğuma görə gəlin də danışaq. Telefon məndədir. Və səhvlərimiz nə olub və s. bunu danışdıq. Sonra da telefonu yenidən ona verdim. Yəni ki, o belə də, yəni ağlamağıma görə almadın, sakit dayandın. Biz söhbət elədik, bir-birimizi başa düşdük, ona görə aldın. Və yaxud həmən müdaxilə eləyib də əvvəllər çox eləyirdim. Dayan, olmaz, neynədin sən və təlimatlara keçməkdənsə durub bunun emosional ehtiyaca görəmi bu davranışı göstərir? Bəlkə yorğundur ona görə. Bəzən eşitməzdən gəlmək lazımdır. Çox xırda məsələləri. Bəzən görməzdən gəlmək lazımdır. Çox xırda məsələləri. Məsələn, evə gələndən sonra anamdan soruşuram ki, bu gün nə olub, necə və s. Ana deyir ki, falan şey oldu, amma o çox belə cüzi şəkildə oldu, keçdi. Mən onu heç görmədim. Sadəcə olaraq sənə deyirəm ki, bil. Sən də eşitməmisən, sən də bilmirsən. Özü desə, müzakirə eləyərsiniz. Yəni, o elə şeylər var ki, onu görməzdən gəlmək olar. Təbii ki, o əgər xırda gördüksə, diqqətimizi cəlb eləyib deməkdir və onu təkrar eləyə bilər deməkdir. Yəni, Həqiqətən də bu onu doğru qeyd elədim. Bəzən valideynlər bəzi məsələləri qarışdırırlar. Bəzən dünənə, keçmişə və s. gedirlər. Hər hansı bir xoşagəlməz davranış etdiyi halda görürsən bir həftə öncə də belə eləmişdin və s. Bu prosesi daha da uzadır. O uşaqda yaranmış bu zaten xoşagəlməz davranışı daha da artmasına, daha da şiddətlənməsinə səbəb ola bilir. Və bəzən uşaqda bir neçə problemli davranış ola bilər əslində. Və biz onun ən ekstrema, ən ziyan verən hal-hazırda uşağı, onu seçib birbaşa onun istiqamətində getməliyik. Bəzi ki, hansı ki, zərər verməyən kimi, az zərər verən, onu biz özümüzdə kateqoriyalara ayırmalıyıq və buna müvafiq olaraqdan artıq biz bilməliyik ki, ilk öncə hansısa biz müdaxilə etməliyik və doğru qeyd etdiyimiz kimi mütləq şəkildə ki, bəzi məsələlər var ki, biz onu görməzdən gəlməliyik. Yoxsa bu uşağın üzərində daha da yüklənməyə səbəb ola bilər. Ümumiyyətlə, bu problemi davranışlar ümumiyyətlə təkcə uşağın öyrəndiyi bir proses deyil, valideynin də öyrəndiyi bir proses deyil. Bu mübarizə ilə bağlı siz nə gücləndirdiniz, siz nə qazandınız, necə dəyişildiyinizi hiss elədiniz? Səbirli olmağı öyrəndim.
Aha. Problemlər kökləmək deyil də ona həlli yolları. Mən indi çox möhtəşəm alternativlər təklif edə bilirəm. Yəni Bəli. Bunda anında o şahid olmuşam. yaradıcı, mənim yaradıcı düşünmə qabiliyyətimi Məhəmmədin o bəzi problemli davranışları tetiklədi, üzə çıxartdı. Bu yaxşıdır. Hətta ona görə çox sağ ol demək lazımdır. Anladım ki, həmişə müdaxilə eləyib də təlimatlandırmaq deyil də sadəcə olaraq həmin anda orada olub, mən sənin yanındayam deyim, mən səni başa düşürəm deyib də orada olmaq belə kifayət eləyir. Böyük bir dəyişiklik yarada bilir. Sadəcə sakit dayanıb üzünə baxmaq belə kömək eləyir. Çox zamanlar kömək eləyir. Çünki biz belə deyək də anlaqsız uşaqdan danışmırıq. Hər şeyi anlayırlar, hər şeyi hiss eləyirlər, dərk eləyirlər və nəticə də çıxarda bilirlər. Həqiqətən də onu doğru qeyd elədiniz ki, valideyn də bu prosesə biz yalnız uşağa fokuslana bilmərik. Valideynin də öyrənmə bir prosesidir ki, məsələn, bəzən valideyn qeyd edir ki, müəyyən problem zamanı müəyyən bir aqressiyalar yaşana bilir ki, uşağın vurma davranışları və s. Artıq biz görürük ki, uşağın hər problem davranışında valideynin ona göstərdiyi aqressiv davranışdır ki, vurma kimi və yaxud da ki, hər hansısa bir sərt ifadələr, sözlər olsun ki, təqlid yolu ilə zaten uşaq onu mənimsəyir və hər problem anında da bu kimi davranışları çətin anda da sərgiləyə bilir və valideynin eynisini etməyə çalışır. Bəzən valideyn bunu görmək istəmir. Ona görə də valideyn özü üzərindən getməlidir. Çünki biz problem davranış müəyyən bir yerlərdə olur. Baxın, problem davranışı, davranış pozuntusu arasında fərqlərdən biri də belədir. Davranış pozuntusu məkana baxmır, hər yerdə davam edir. Evdə, çöldə, bağçada, məktəbdə, hər yerdə. Problem davranış harda davam edir? Doğru müdaxilə edilmədiyi yerdə. Əgər məktəbdə doğru müdaxilə olunarsa, problemin davranış orada olmaz. Yəni orada biz onu yəni görmərik. Amma doğru davranış olunarsa, yəni orada sönür. Amma məsələn, valideyn qeyd edir ki, məktəbdə şikayət var, amma evdə bu kimi şikayətlər yaşanmır. Çünki evdə həmişə doğru formada müdaxilə olunur. Çünki uşaqlar da o zəif nöqtələri tapmağı bilirlər əslində. Və yaxud bunun tamamilə əksi ola bilir. Valideyn qeyd edir ki, övladın bağçadan hər hansısa bir məktəbdən və yaxud da ki, hər hansısa bir şikayəti yoxdur. Amma evdə həqiqətən bir zülmdür yaşamaq. Çünki valideynin burada zəif nöqtələri var ki, bunu görməli və üzərində davam etməlidir. Ümumiyyətlə, bu dövrdə peşəkar dəstək, dəstəkdən danışmaq istərdim. Peşəkar dəstək nə deməkdir? Yəni, nə zaman alınmalıdır? Ümumiyyətlə, alınmalıdırmı? Kim almalıdır sizə görə? Və yaxud da sizin mən bacaranmaram kimi ifadələr işlətdiyiniz anlarda, biraz deyəsən mənim internetimdə müəyyən qədər problemlər yaşayıram. Eşidirəm. Siz nə zaman bacarmıram dediyiniz anda olubmu? Bu haqda zəhmət olmaqda. Olub, çox olub. Hətta bizim sizinlə nə qədər də belə olub da, məsəl üçün siz özünüz də xatırlayırsınız. Bilirəm ki, özüm də hətta onu dilə də gətirirdim ki, bilirəm bəlkə elə bir şey yoxdur, amma hal-hazırda mənə bir sehirli, bir möcüzəvi bir söz lazımdır. Ki, mən nə söz işlədim ki, o orada dayansın, o onu eləməsin. Necə müdaxilə edeyim? Amma həmin anlarda mən nə axtarırdım? Sanki sehirli bir dəyənək olacaq və ya sehirli bir söz olacaq. Mən onu deyəcəm. Yox, davranış məsələsi, problemli davranış olmayacaq artıq. Yəni, tezliklə həll olunacaq. Ona görə də mütəxəssisin müdaxiləsinə ehtiyac var. Valideynin də düzgün yönləndirilməsi üçün ehtiyac var. Eyni zamanda uşağın da düzgün yönləndirilməsi üçün ehtiyac var. Çünki, məsəl üçün, o belə deyək də, elə sizin dediyim ki, səbirli olmaq lazımdır, eləmək lazımdır və müəyyən o texnikaları, təbii ki, hər uşağa görə, hər duruma görə ayrı-ayrı texnikalar var. Məsələn, biz indi hal-hazırda Məhəmmədlə maraqlı bir texnikadan istifadə edirik ki, özünü həm məktəbdə, həm evdə yaxşı apardığı günlər o iki kartçıqa alır. Və birində yaxşı olmayanda, o birisində yaxşı olanda birini alır, digərini almır. Yəni, bu cürdə o qazanır da. Yəni, amma Məhəmməd bunu bu il, bir neçə ayda biz bunu başlamışıq Məhəmmədlə. Bu vaxta qədər biz fərqli taktikalardan istifadə edirdik. Bu taktika hələ işə yarayır. Davamlı mı olur? Davamlı eyni şey mi eləmək olur? Yox.
həmişə yaradıcı yanaşmaq lazımdır. Həmişə nəsə fərqliliklər gətirmək Fərqli lazımdır. yanaşmalar etmək Proseslərə lazımdır. fərqli yanaşmalar gətirmək lazımdır. Məsələn, bu yaxınlarda yeni bir ona görə də valideyn öz uşağını tanımalıdır da, diqqət eləməlidir. Bu yaxınlarda Sizin deyəsən kiçik bir internet probleminiz oldu. mən sizi eşidirəm. Siz məni eşidirsinizmi? Aha. Hal-hazırda bəli. Aha. Kiçik bir internet problemi yaşadıq, bəli. Və Buyurun. müəyyən o müdaxilələrlə, vaxtında edilən müdaxilələrlə və uşağı tanımaqla ki, belə deyək də, buna marağı var, bu marağından istifadə edərək onu yönləndirmək olar. Və yaxud bunu xoşlayır, bundan istifadə edərək ona nələrisə hansı yeni vərdişlər qazandırmaq olar. Yəni bunların hər biri uşağa baxmaq, onu düzgün müşahidə eləmək, onun potensialını bilmək və o vaxtında düzgün şəkildə ifrata varmadan, nə çoxaltma mənasında, nə də azaltma mənasında, ifrata varmadan anında müdaxilə eləmək. Bunlara da gəlmək üçün təbii ki, məsəl üçün mənim onu həmişə deyirəm, sizinlə müzakirələrimizdə də deyirəm ki, mənim valideynimin çox yaxşı müdaxilələri olub. Hətta Məhəmmədə də tütləşən müdaxilələri var mənim anamın ki, mən belə baxıram ki, nə yaxşı da, heç mən bunu düşünməmişəm. Keçən dəfə bir məsələ olmuşdu, kartçikalarının birini itirməli idi 100%. Mən içəri girəndə, elə anam, mən də onun övladıyım, o da mənim emosional olduğumu da bilir də. Dedi ki, hə, Məhəmməd bu günləri bu hissədə, amma kartçika qazanıb, hə, anası. O mənə işarə verdi. Mən də təbii ki, onun işarəsini tutdum. Deməli, gəlməyən hərəkət haqqında oturduq, müzakirə elədik. Həqiqətən bu çox önəmlidir. Çünki əgər siz orada anında doğru bir müdaxilə etməsəydiniz və ev mühitində də bəzi problem davranışın yaranmasına da səbəb oluna bilər. Ona görə də problemli davranışın müdaxiləsindən daha çox yaranmasını qarşılamaq, yəni önləmək çox önəmlidir. Və bu haqda bir neçə texnikalar barəsində mən danışmaq istərdim. Əgər övladınızın ki, hansı ki qeyd elədik, altında yatan məqsədi mütləq şəkildə bilmək lazımdır ki, ifsə əldə etmək və ya diqqət əldə etmək üçündürsə, hər iki halda mütləq şəkildə səbirli davranmaq. Bu dövrdə biz neytral sima, neytral səs tonu açıqlamaq, çünki nə qəzəbli olduğumuzu göstərməməliyik, ya da o digər əksinə olan, özlərdəki olan duyğuları göstərməməliyik. Çünki uşaq zaten onu əldə etməyi bacardığı halda zaten istəyəni əldə edir. Neytral səs tonuna burada valideynin bacarması lazım olduğu nədir? Qətiyyətli olması. Qətiyyətli olmaq da səbirlilikdən gəlir. Səbirli davranışdır. Çünki artıq bunu valideyn dərk eləməlidir ki, bu proseduru indi başlasa qısa bir müddətdə söndürə bilər. Yox, əgər səbirli davranmasa, özünü itirməsi ilə müşahidə olunarsa, qəzəblilikdir və s. və yanlış olan davranışlarla sərgiləyərsə, bu davranış güclənəcəkdir. Ona görə də bunu valideyn özü analiz etməli və doğru seçimini verməlidir. Ən əsası, evdə valideynlər arasında və yaxud da ki, əgər geniş ailədirsə, ailənin digər fərdləri, ikinci, üçüncü dərəcəli ailə üzvləri belə eyni mövqedə durmalıdır. Yəni, hər kəs eyni anda, eyni anda yox deməlidir. Əks halda uşaqlar istifadə edə biləcəyi tərəfi tapa bilirlər asan formada və bu artıq vəziyyəti daha da kəskinləşdirir. Bu dönəmlərdə səbirli olmaq və uşağımız özündə də bilməli ki, istəyi necə bildirir, özünü necə ifadə edə bilir. Problem davranış kriz anlarında bir sərhəd qoya bilmərik, limit qoya bilmərik. Və yaxud da uşağa nəyisə izah eləmək də doğru deyil. Çünki bu artıq alova benzin tökməkdir. Uşağın sakitləşməsi üçün bir mühitin, bir davranışı, məsələn, əgər burada qalmaq istəyirsən, və yaxud da sənin sakitləşmək üçün məsələn, necə kömək eləyə bilərəm? İstəsən, məsələn, qucaqlaya bilərəm. Və bu kimi ifadələri neytral səs tonuyla ifadə etmək lazımdır. Daha sonra uşağın sakitləşdikdən sonra
lazım olasa biz limit və ya da sərhədi qoya bilirik və ya da ki, hər hansı bir proseduru artıq biz qısa formada izah etməliyik. Bəzən valideynlər qeyd edir ki, sizin qeyd elədiyiniz şəkildə biz edirik, amma bir nəticə görmürük. Amma biz tamamilə o fəaliyyətlərin ardıcıllığını istəyəndə görürük ki, orada valideynlər uzun uzadı danışıqlara yol verir və s. Biz deyirik ki, məsələləri 10 sözdən artıq izah etməyə ehtiyac yoxdur. Çünki uşaqların da diqqət müddəti çox aşağıdır və onlara yorucu ola bilər. Eyni zamanda təkcə buna yetərli olmur. Uşaqların nəsə bacarıq öyrətmək də daha yaxşıdır. Emosional ifadə etmə çox önəmlidir. Bunu da ifadə etmək lazımdır. Bəzən biz atipik uşaqla tipik uşağa verdiyimiz davranışlarda eyni zamanda öyrədəcəyimiz davranışlar da fərq edir. Məsələn, televizora baxmaq istəyirsə və bununca ağlayaraq özünü ifadə etmək istəyən uşaqda bir sakit formada öz istəyini əldə etməklə bağlı ona öyrətdiyimiz, az öncə qeyd elədiyim şəkildə susduğu halda televizorda və yaxud da ki, biz ona təqdim etdiyimiz halda uşaq sakit formda nəsə əldə etməyi öyrənir. Bundan əlavə televizoru aç sözünü və yaxud da acıyan uşağa yemək necə istəmək lazımdır. Yəni ən azından o ifadə etməyi öyrənmək də problemin davranışının da azalmasına səbəb ola bilər. Və yaxud da ki, məsələn, az öncə qeyd elədiyiniz кейsdə məni qucaqla. O istək bildirmədir əslində. Emosional fonda bir istək bildirmədir. Və bu uşaq bunu öyrənənə qədər müəyyən bir mərhələ gəlib ki, əslində bu da çox doğru bir mərhələdir. Çünki bunu ehtiyacı olur və ifadə elə bilmədiyi halda zaten bu halda duygusal bir fon yatır, ehtiyaclar yatır və bu əldə etmədiyi halda da artıq məsələn daha da qarmaqarışıq olmasına səbəb ola bilər. Burada ən əsası bizim öyrəndiyimiz hər fonda neytral və qətiyyətlik çox önəmlidir. Tutarlı olmaq lazımdır. Tutarlılığı qorumaq lazımdır ən əsası. Və ən əsası duysal stimul əldə etmək. Burada biz biraz diqqətli olmalıyıq müəyyən bir məsələlərdə, belə bu kimi yaşanan problemli davranışlarda. Akt fəraslı bir fəaliyyət fonunda biz onu diqqətin yayındırıcı hərəkətlər edə bilmirik ya fəaliyyətin önündə və fəaliyyətin sonunda biz müdaxilə edə bilərik və bəzi kiçik fonda olan davranışları bu zaman biz görməzdən gələ bilərik. Uşaqla əlini tərpətməsi kimi və s. kimi müəyyən bir ağzına salma kimi əgər yaşı çox önəmlidir. Məsələn, 2 yaşlı uşağın əlini ağzına salması çox normal qarşılanır. Amma 11 yaşlı uşağın əlini ağzına salması bəzi davranış kateqoriyasına daxildir ki, çünki həmyaşıdları bu davranışa sahib olan uşağın sosial, yəni dostluq münasibəti qurmaq istəyirlər, imtina edirlər. Bu da çox önəmlidir əslində. Ona görə də bəzi nüanslar var ki, kiçiklik və maksimal və ya da minimallığına görə biz onu götürməliyik əslində. Daha sonra mənim bizə bir sualım var ki, siz ümumiyyətlə bu fondakı qeyd edildiyiniz kimi siz özünüz də öyrənərək gəlmisiniz. Bu fonda valideynlərə hansı məsləhətləri verərdiniz? Nə tövsiyə edərdiniz? Nədən başlamalıdırlar? Necə etməlidirlər? Yəni ilk öncə bayaq xanım özünüz qeyd elədiniz, səbirli olmağı davrandı və onlar hansı bacarıqla başlamalıdır? Çünki biz valideynə qeyd edəndə ki, səbirli olmağı başlamaq lazımdır. O zaman səbirli sözü vəziyyətə uyğunsuz olduğunu görürlər. Çünki belə bir vəziyyətdə səbirli olmaq onlar üçün əlçatan deyil. Bunun hansı şəkildə kiçik adımlar fonunda təcrübənizi zəhmət olmasa qeyd eləyərdiniz? Belə deyək də, ilk olaraq valideyn olaraq biz anlamalıyıq ki, bu hansısa bir problemli davranış uşağımızın diaqnozunun, yəni tipik uşaqlarda da var, atipik uşaqlarda da var. Bu anormallıq deyil. Bu əslində normaldır. Çünki uşaq da öyrənir, biz də öyrənirik bu prosesdən. Məsələyə öyrənmək kimi baxanda səbir də oradan gəlir əslində. Yəni, biraz sakit olmaq, o saat reaksiya verməmək, heç olmasa 3-ə qədər saymaq içimizdə. 1, 2, 3. Yəni, ondan sonra nəsə bir reaksiya vermək. Yəni, ilk vaxtlarda mən içimdə 3-ə qədər sayırdım. Belə 1, 2, 3 deyirdim və sonradan o artıq ilk baxışda bunlar çətin gələ bilər. Amma biz bunu özümüz də gündəlik rutinimizə daxil eləsək, durmadan təkrar eləsək, bu sonradan çox belə rahat şəkildə gedəcək. Uşağınızı necə ələ ala bilərsiniz? Çünki öz uşağımızı biz yaxşı tanıyırıq da, hansı sözü deməklə, ona necə baxmaqla. Baxın, bunu müşahidə eləyəndə biz artıq onu ələ ala bilirik. Ona o mühiti, hansı mühiti, səhv eləsən də mən sənin yanındayam, mən səni çox istəyirəm, mühitini yaradanda təhlükəsizlik. Çünki uşaq bəzən təşviş anında hansısa bir
xoşagəlməz hərəkət eləyir və o hərəkət zəncirvari davamlı başqa hərəkətləri də gətirir. Niyə? Çünki uşaq qorxur. Qorxur, Bəli. artıq onun təhlükəsizliyi mühiti pozulur və düşünə bilmir. Və başlayır fərqli hərəkətlər eləməyə. Bu olmasın deyə mən səni başa düşürəm. Sənə necə kömək edeyim? Neyniyə bilərik? Səncə biz düz elədikmi? Danışmaq lazımdır. Fərqi yoxdur bu uşağın neçə yaşı var. Təbii ki, o cümlələr, danışarkən seçdiyimiz sözlər və s. çox önəmlidir də burada. Bir neçə müddət əvvəl bizdə Məhəmmədə biz evdə də müəyyən işləri ona buyururuq da. Məhəmməd bu işdə bizə kömək elə və s. Məni ilə daha rahat edir. Məsələn ki, bir neçə müddət əvvəl nənəsi ona nəsə tapşırıb ki, get gətir. Birinci reaksiyası Məhəmmədin yoxdur və o belə bir taktika tapıb. Məhəmməd, sən mənim məsəl üçün saatımı gətirsən və yaxud nəyimisə gətirsən, mən sənə çox sağ ol deyərəm. O da sessiz, səmirsiz durub gedib gətirib. Sonra ona evə deyir, mən yeni bir taktika öyrənmişəm. Deyirəm, nə? Deyir, mən bu elədiyini mənə deyəndə yaxşı taktikadır. Çox sadə gördün əslində. Çox mənada daşıyır. Çox sadədir. Və biz neynədik? Bu davamlı şəkildə bunu davam eləyəndən sonra artıq bu cür hansı xahişlər, hansı tapşırıqlar Məhəmmədə adi gəlir, onun həyat tərzinə çevrilib və o bu məsələlərdə bizə kömək edir. Amma kiçik bir çox sağlıqla prosesə başlamaq. Yəni, bir də unutmamaq ki, insanlarımızın əksi biz insanlar, müdrik insanlar da var, amma əsasən ağıllı insanlar. Ağıllı insanlar bu səhvlərin üzərində öyrənirlər, öz səhvlərin üzərində öyrənirlər. Problemli davranışlar da səhvlərdir. Uşaq sizin dediyiniz kimi bu səhvləri eləyə-eləyə hansısa düzgün reaksiyanı verməyi öyrənir. Biz də ona bu reaksiyanı verməyi öyrədirik. Uşaq bizə həm də güzgü olur. Məsələn, bir çox sözlər işlədirik də biz öz leksikonumuzda. Nəsə olanda mən Məhəmmədə dediyimi özüm də xatırlayıram ki, Məhəmməd, deyəsən qudurmusan, səhv eləmişsən yəni. Bir dəfə Məhəmmədə nəsə tapşırıq eləyirik Məhəmmədlə, bir dənə sual verirəm, 2 dənə sual verirəm, 3-cü neysə deyirəm. İndi onu bilirəm ki, onun sərhədlərini artıq aşmışam. Məhəmməd yorulub, cavab vermək istəmir, əlavə tapşırıq vermək istəmir. Amma Məhəmməd neynədir? Gəldi məni qucaqladı. Anam, yaman qudurmusan ha. Mən indi bunu deyəndə, mən başa düşdüm ki, bu sözü mən uşağıma demişəm. Bu, bunu mənə qaytarır. Təbii ki, həmin anda mənim reaksiyam bu olmalı da, normal olaraq. Sənin o sözü mənə deməyə ixtiyarın yoxdur. Mən səndən böyüyəm. Amma axı mənim də ona o sözü deməməliyəm. O da insandır, şəxsiyyəti var, olmaz. Amma həmin anda gülə də bilməzdim də. Təbii ki, evdəkilərin hərəsi bir tərəfə keçib güldülər istədikləri qədər. Çünki çox gülməli reaksiya idi. Mən həmin anda sadəcə olaraq dondum, şoka düşdüm. Amma başa düşdüm ki, mənim elədiyim hərəkəti mənə qaytarır. Güzgülüyür də, yəni elədiyim hərəkəti mənə qaytarır. Həqiqətən aynı olmadı. Yaxud neysə edəndə, nəsə alınmayanda, insan hirslənir də. Və sonradan nəyi gördüm? Məhəmməddə də nəsə alınmayanda o emosionallığı verir. Normaldır, insan emosional olmalıdır, emosionallığını göstərməlidir. Sadəcə olaraq bizim durumumuzda, biz uşağıq, üstəgəl bizim autistikik, müəyyən şeyləri tam idarə edə bilmirik, emosiyalarımızı, davranışlarımızı, özümüzə də, kənara da ziyan vura bilər. Həyat keyfiyyətimizə təsir edə bilər. İndi nəysə də alınmayanda, mən ən azından Məhəmmədin yanında içimdə çox təlaşlı da olsam, yəni əsəbləşsəm də, gəl bunu bir də eləyək. Səsli şəkildə çətinliyimi dilə gətirirəm sözlə. Amma hansısa bir aşırı, yüksək emosiyaları göstərməməyə çalışıram. Ki, özümüzə də diqqət edərək bu addımları atıb sonda bu gətirib çıxardacaq bizim dediyimiz o səbirli olub düzgün reaksiyanı verməyə. Özümüzü və övladımızı tanımağa. Həqiqətən də onu doğru qeyd edirsiniz. Çünki biz bu şəkildə, yəni bu söhbətə başlamazdan öncə qeyd elədik ki, siz sehirli söz axtarışındaydınız. Bizə də müraciət edən zamanı valideynlər bunun dərman müalicəsini istəyirlər.
ki qısa bir müddətdə və inanırlar ki, bu dərmanla demək ki, həllini tapa bilən bir məsələdir. Çünki onlar artıq yorulublar, uzun müddətli davam olunur. Ya da ki, qısa bir hər hansı bir texnika edir ki, mən nə etməliyəm? Yəni bu vəziyyətdə. Amma biz valideynə nəyə qeyd edirik? Biz kompleks bir müdaxiləni təklif edirik ki, bu kompleks bir müdaxilədən getməlidir. Əgər bu uşaq bu davranışı fərqli bir məkanlarda və s. fərqli sizlə, fərqli məkanlarda və ya ki, eyni zamanda siz olmayanda, bağçada, məktəbdə, evdə, çöldə, parkda, kafedə davam edirsə, bu artıq uşağın öyrənməsi olan bir proseslə əlavə valideynin də keçməsi və öyrənməsi lazım olan bir müddətdir. Bu da normaldır. Biz burada məqsədimiz valideyni qətiyyən günahlandırmaq deyil. Valideynin də öyrənmə bir müddəti var ki, belə bir şansı özləri də tanımalıdır. Kompleks müdaxilədə artıq uşaq ki, kimlə ki, məruz qalır, bu məktəbdə də, bağçada da həmin şəxslərin birgə demək ki, əlaqə əməkdaşlıq qurmağımız çox vacibdir. Məktəbdə müəllimi ilə, valideyni və əgər uşaq bu davranışlara əgər şiddətlidirsə və bununla bağlı bir terapisə də müraciət olunursa, terapistin üstü formada bir demək ki, müdaxiləsi olmalıdır ki, bu davranışların zamanla da miqdarı azalsın. Əgər bu halqadan birinin itməsi o demək deyil ki, uşaq qazanmayacaq, uşaq qazana biləcək. Amma məsələn, əgər valideyn bu halqadan itərsə, amma bu davranışlar bağçada və yaxud da ki, müdaxilə olduğu bir məkanda bu olunmasa belə, göstərməsə belə, evdə mütləq şəkildə özündə göstərəcəkdir. Ona görə də daha çox diqqətli olmaq lazımdır. Valideyn bir mənalı formada, yəni əməkdaşlıq qurmağı bacarmalıdır və öz qərar verməlidir. Əslində, mən fikirləşirəm ki, bu ilk öncə qərardan gəlir. Qərar verməlidir ki, bəli, bu əməkdaşlığa hazıram və bu əməkdaşlıq nəticəsində daha yaxşı formada biz hər bir uşağın bu problemin davranışını araşdırmalı, analiz etməli və hansı davranışlar sərgiləməlidirsə, mütləq şəkildə demək ki, valideynə qeyd edirik, qətiyyətli olması, tutarlı olması mütləq şəkildə lazımdır. Bizim çatımıza belə bir sual gəlib ki, 8 və 7 yaşlı uşaqlar demək ki, daimə mübahisə edirlər, hər biri öz istədiyini tələb edirlər və bu zaman valideyn necə davranmalıdır ki, ədalətli olsun ki, bu ədaləti pozmasın, eyni zamanda da təsirli olsun. Təşəkkür edirəm bu suala görə. Ümumiyyətlə, bu çox valideynin yadarlı bir yeridir. 7 və 8 yaş yetərincə böyük olan bir yaşdır ki, hansı ki, öz istəklərini özü fərd kimi qəbul edir. Uşaqda olduğu gündən etibarən fərddir, amma bu yaş dövrdə özünü fərd kimi qəbul edir və fərd kimi öz sevgini demək ki, necə deyim, təsirini görmək istəyir ki, bu zaman, təbii ki, bu normal bir inkişafın prosedurudur, amma biz bunun şiddətini bilmirik. Şiddətini bilmək lazımdır ki, hansı formadadır? Bu verbaldır, zərər verməyə də mi gedir və yaxud da burada ciddi ev əhalisini necə sakitliyini pozan bir davranışlarla mı gedir və s. Çünki burada verəcəyimiz reaksiyalar fərqlidir. Bəzən mən fikirləşirəm ki, əgər zərər verməklə müşahidə olunmursa uşaqların demək ki, bu mübahisələrinə toxunmamaq lazımdır. Ta ki, onlar bizdən kömək istəyənə qədər. Amma biz toxunmamaq o demək deyil ki, biz ona nəzarətimizə qaçırmalıyıq. Çünki uşaqlar öz balansına müəyyən şeyləri idarə etməyi bilməlidir əslində, öyrənməlidir zamanla. Çünki səbr etməlidir, gözləməlidir. Çünki biz hər zaman deyirik ki, uşaqlar həmişə həmyaşıdları ilə 7-8 aşağı yuxarı həmyaşıd sayılır. Həmyaşıdlarla oyunlarında nəsə öyrənə bilir. Yetişkinlərdən o qədər də demək ki, öyrənmək biraz doğru deyil. Çünki biz yetişkin olaraq bir uşaq gələndə biz bilərəkdən uduza bilərik, bilərəkdən görməzdən gələrik və s. Birinciliyi ona verə bilərik. Amma bu da ədalətli sayılır. Çünki uşaq normalda orada heç bir şey öyrənmir. Amma həmyaşıdla gözləmək, səbr eləmək, qərar vermək, çünki oyunu bitirməkdən ötürü fədakarlıq eləmək, uzlaşmaq, üzləşmək kimi bacarıqlara sahib olmalıdır, məcbur qalır. Bu vəziyyətdə bəli, biz toxumuruq. Əgər yox, zərər verməklə müşahidə olunursa, biz proseduru tam əvvəlinə axıra qədər izləməliyik. Burada ədalətli davranmaq istəyiriksə, biz izləmədiyimiz bir prosesi, əgər görməmişiksə, demək ki, biz orada ədalətli yanaşma edə bilmərik və bu zamanda qeyd edir ki, mən bunu bilmədim, necə oldu falan. Təbii ki, hər iki tərəfi də dinləmək lazımdır, onları özü ifadə etməsi üçün zaman vermək lazımdır və hər bir bu problemin həllində mütləq şəkildə, əgər valideyn də buna müdaxilə eləyəcəksə, mütləq şəkildə hər iki tərəfin qazanan olması lazımdır, müəyyən bir mənada.
Çünki bir Bəli. tərəfin qazanan, bir tərəfi uduzan olduğu halda biz deyə bilmərik ki, iki fərd arasındakı o mübahisəni də biz demək ki, bərpa edə bilirik. Ədalət burada hər iki tərəfin qazanan olmasıdır. Bu da valideynin yaradıcılığına, kreativliyinə bağlıdır əslində. Bu da zamanla oluşan bir performansdır. Az öncə Günel xanım da qeyd elədi ki, zamanla doğru müdaxilə problemi davranışa necə müdaxilə etmək lazımdır. Onu öyrənə-öyrənə, yaşaya-yaşaya biri görür ki, alternativlər sunuruq. Mən bir Hansı dənə ki, bu alternativ yaradıcıdır. daxil Bəli, edeyim. buyurun. Məsəl üçün mənim qazanan mənim anamın bir dənə taktikası var idi. Biz qardaşımla nəsə özümüzü yaxşı aparmayanda, ya da nəsə olanda, Bəli. bizim aramızda böyük yaş fərqi var idi, amma istər-istəməz uşağıq. Nəsə olanda biz ikimiz də itirirdik. Qazanacaqsa ikimiz də itirirdik. Ona görə də çalışırdıq ki, belə uzlaşaq. Onunla ikimiz də partnyor olurduq da. Yəni o yolu seçmişdi. Amma o yol işə yarayır. Yəni bizdə ən azından işə yarayırdı. Bilmirəm, indi bizdə yaş fərqi də var idi aramızda və s. bu kimi məsələlər də var idi. Amma bir də o siz bir məsələni qeyd elədiniz. Uşaqlar bir-birindən öyrənir. Məsəl üçün bizdə Məhəmmədə Mələk çox yaxşı təsir eləyir də. Hətta keçən dəfə bir məsələ olmuşdu. Mən narahat idim ki, Məhəmməd onu mənə danışmaz olduğu kimi. Mələkdən xahiş edirəm, amma kömək istəmək. Belə deyək də, uşaqdan kömək istəmişəm. Dedim ki, Mələk, Məhəmməd gələndə sən bir oyla danışarsan. Belə şeylər olur. Sən bir onun əslini mənim üçün öyrənərsən. Dedi, yaxşı. Düzdür, Məhəmməd özü mənə danışdı sonra, amma çox zamanlar Mələyə danışır. Mən Mələk vasitəsilə ona necəsə müdaxilə edirəm. Amma tərsinə də olur. Məsələn, Mələk nədəsə həyəcanlı olanda, yəni Məhəmməd mən onun o hərəkətlərini bəzən yaxşı mənada təəccüblənirəm. Gedir onu qucaqlayır. Mələk nə olub? Məhəmməd onu sakitləşdirə bilir. Yəni bu bir-birlərinə belə də təsir eləyirlər və əslində bu yaxşıdır da. Bir yerdə onlar da öyrənirlər, tamamlayırlar və bir yerdə o öyrənərək inkişaf eləyirlər uşaqlarda. Yəni həqiqətən də doğrudur. Yəni uşaqların həm yaşıdları ilə olan bir münasibət onlar üçün həqiqətən də öyrədici ola bilər. Ona görə də bu düzdür, temamızdan uzaq olsa da demək ki, əvvəllər məsələn çox uşaqlı məsələn əgər tək uşaqlı ailə ilə çox uşaqlı ailələrdə uşağın malik olduğu bacarıq səviyyəsi tamamilə fərqlidir. Çünki əsasən xüsusilə də çox uşaqlı ailənin ən sonuncu uşağı daha çox təcrübəli olur. Çünki öz təcrübəsinə əlavə özündən öncəkilərin də və münasibəti olduğu digər uşaqların təcrübəsinə də sahib ola bilər. Əslində bu çox önəmlidir. Yəni uşaqların ona görə də biz hər zaman demək ki, bağçanın uşaqların inkişafına nisbət təsirini, çünki sosial bacarıqların qazanılmasıdır. Məktəb təkcə öyrənmə mühiti deyil, eyni zamanda sosial bir mühitdir ki, uşağın həm demək ki, sosiallaşması istiqamətində həm ünsiyyətli münasibət bacarıqlarını qazandıran bir mühitdir. Yalnız yəni pedaqoji öyrənmə mərkəzi kimi baxmamaq lazımdır. Nə qədər ki, ilki bu dövrdə artıq biz görürük ki, bu sosiallaşma daha da minimallaşır, asosiallaşma ilə əvəz olunur. Bu da texnologiyanın inkişafı ilə virtual sahəyə daha çox xitab etməyimizə görə asılıdır. Bəzən də zamanla da, məsələn, biz problemi davranışlar, biz erkən yaş dövründən təkcə deyil, biz yeniyetmələrdə də bu şəkildə də rast gəlinir ki, eyni zamanda texnologiya onlara həyatlarına daxil olduğu zaman, demək ki, ümumiyyətlə ekran asılığının yaranması mütləq şəkildə bu problem davranışların artması səbəb ola bilir. Bu günlərin çox gözəl bir sual aldım valideyn tərəfindən. Valideyn qeyd edir ki, kiçik yaşlı övladımın telefon var ki, yəni telefon verilir, hansı ki, məktəbə gedir, gəlir, müəyyən bir məsələlərdə ehtiyacı ola bilər və mən qorxuram ki, ekran asığı yoxsa və ekran asığı olma ehtimalı hansı dərəcədə ola bilər və mən necə qorumalıyam? Bu çox önəmlidir. Valideyn əslində bunu maraqlanır. Çünki öncədən artıq hər bir yaşın özünü telefon istifadə etmək müddəti var ki, hansı ki 3 yaşa qədər biz bunu sıfır deyirik. Amma hansı ki texnologiyadan biz yetişkin olaraq özümüzü qoruya bilmirik. Ən azından minimum 2 yaşa qədər sıfır deyirik. Amma 5 yaşa qədər də bunu 30 dəqiqə, 40 dəqiqə ərzində etsək də
5 yaşdan sonra saat 1 saat olduğu halda 8-9 yaşda artıq biz saat yarım və s. bu şəkil olması təkcə bunun müddəti deyil, eyni zamanda məruz qaldığı proqram Bəli. da çox önəmlidir. Çünki izlədiyi bu proqramlar, məsələn, uşaq var ki, ancaq aqressiv davranışlar göstərir və s. Yəni vurma və s. Amma görür ki, onun istifadə elədiyi texnika taktikaları baxdığı cizgi filmlərə hər hansısa bir personajın davranışlarıdır. Bu da çox önəmlidir. Mənim uşağım nəyə baxır, nəyə məruz qalır, nə qədər məruz qalır. Bu hamısı valideynin özünün də məsuliyyətindən biridir ki, bunu artıq izləməlidir, vaxt müddəti qoymalıdır, proqramları özü seçməlidir. Bunu uşağın maraqlandığı proqramlarını müzakirə təkcə onu gizlin şəkildə deyil, uşağın özünü də buna yaratmalıdır ki, ünsiyyəti o şəkildə qurmalıdır ki, uşaq özü də bunu paylaşa bilsin. İcazəli formada əslində verilməlidir. Evdə uşaqlar yatağa getdiyi halda, yataq otağına getdiyi halda telefondan getməməlidir. Sosial media akkauntları 14 yaşından aşağı olaraq yaşda açılmamalıdır. Çünki uşaqlarda təhlükəsizlik qoruma, təhlükəsizlik anlayışı virtual təhlükəsizlikdən söhbət gedir ki, o hələ formalaşmaya bilər və həqiqətən də yəni qorumaq üçün mütləq şəkildə artıq bu dövr artıq mənə qədər təhlükəlidir. Buna görə də valideyn həqiqətən də çox maraqlanan olmalıdır, övladın yanında olmalıdır, izləməlidir. Məktəb dostlarla mütləq şəkildə izləməli dostluq münasibətlərini və bəzən gəlib görür ki, yeniyetmə uşaqdır və məktəbdən hər hansısa bir dostu yoxdur. Bu da artıq bir problemə çevirməliyik ki, nə üçün övladın bütün günü zamanı keçirdiyi bir məktəbdə dostu yoxdur, nə üçün yoxdur? Bu bizim üçün marağımız olmalıdır. Və hətta ki, daha çox şikayət gəlirsə, məktəbdən valideyn artıq düşünməlidir ki, nə üçün mənə bu qədər şikayət gəlir? Nə qədər valideyn deyir ki, aha, evdə mənim hər hansısa bir problemim yoxdur, amma biz məsələn analiz edəndə görürük ki, uşaq zamanının çoxunu tək olaraq otaqda keçirir. Təbii ki, belə bir müddətdə hər hansısa bir şikayət də olmaya bilər. Ona görə də daha çox erkən yanaşmalıdır, erkən müdaxilə etməlidir, erkən bir mütəxəssis yanına getməlidir, bir dəyərləndirməsini aparmalıdır, məsləhətini almalıdır ki, çünki müəyyən bir yaşa qədər valideyn bunu idarə edə bilir. Ancaq yaş artdıqca fərd öz demək ki, azadlığını tapdıqdan sonra, hansı ki 18 plus, müəyyən bir məsələləri idarə etmək valideyn üçün də, ailə üçün də çox çətin ola bilər. Ona görə də artıq hər şeyin erkən müdaxiləsi demək ki, nəticənin yarısıdır əslində. Ona görə də doğru bir yol xəritəsi getmək lazımdır, daha yaxşı analiz etmək. Valideyn artıq bu dövrdə bilgili olmalıdır. Ənənəvi valideynlik hansı ki gördüyünü edərək müəyyən bu 90-cı illərə qədər gəldi. Öz nəticəsini göstərdi. Amma bu dövrdən sonra artıq bizim bilgili, məlumatlı valideynlərə ehtiyacımız var ki, uşaqlar azad, müstəqil, özünü ifadə edə bilər, idarə edə bilər. Zamanında isə gələcəyində maddi və mənəvi azadlığını seçə bilən, qura bilən uşaqlara çevrilə bilsin. Buna görə də çox önəmlidir. Mən əslində düşünürəm ki, xanım, biz bütün sahələrə vurğuladıq, bütün sahələri haqqında da, yəni problemlər haqqında biz danışdıq. Hansı ki, mövzumuz da problem davranışlardır. Sizin də əlavə etmək istədiyiniz hər hansısa bir nüanslar varmı? Əslində yoxdur. Biz bir çox şeyləri danışdıq, müzakirə elədik. Bilirik ki, rahat deyil. Heç bir şey başlanğıcda rahat deyil. Amma əldə edilə biləndir. Kiçik-kiçik addımlarla, o kiçik uğurları qeyd eləməklə. Məsəl üçün, Məhəmmədin bugün mənə deməyi ki, məni qucaqla, bu məni çox sevindirdi ki, deməli düz yoldayım. İnsan gərək özünün də gördüyü işləri, uşağı ilə bir yerdə gördüyü işləri dəyərləndirib, özünü həvəsləndirsin. Kiçik işlərlə həvəsləndirsin. Yəni, biz uşaqdan böyük nələrsə gözləyə bilmərik ki, böyük nəticələr gözləyə bilmərik ki, addım-addım, hər bir şey kiçik addımdan, doğru müdaxilə ilə və zamanında müdaxilə ilə həll oluna biləndir. Həqiqətən onu doğru vurğuladınız. Bu valideynin özünü də demək ki, ümidləndirə bilər, daha doğru yolda seçildi. Yəni ona enerji mənbəyi, yəni enerji qaynağı ola bilər ki, öz doğru seçimli hərəkətlərini gördüyü halda. Həqiqətən onu doğru vurğuladınız. Mən də hər hansı bir əlavəm yoxdur. Düşünürəm ki, qeyd etdim. Əgər hər hansı əlavəm olarsa, bu haqda yəni
gələcək bir paylaşımlarda edərik. Təşəkkür edirəm Günel xanım, Mən zamanınızı təşəkkür ayırdınız. edirəm. Çox sağ 5-ci olun. gündür, cümə günüdür. İş həftənin, yəni həftənin ağır günlərindən biridir ki, artıq sabah istirahət günü, yəni bilmirəm, yəni övladları olan valideynlərin necə, hansı şəkildə istirahət edəcəklər. Yəni onlara əslində valideynlərin çoxu deyir ki, bizim üçün fərqi yoxdur ki, biz hər zaman tez vururuq, həftə içində, həftə sonu da. Mən sizə gözəl həftə sonu arzulayıram. Təşəkkürlər. Yaxşı istirahət edəsiniz. Təşəkkür edirəm hamınıza. Mən təşəkkür edirəm. Sağ Çox olun. sağ olun. Sağ olun.